Salam, hər vaxtınız xeyirli olsun, əziz abituriyentlər. Maraqlı bir sualla qarşınızdayım. Deyir ki, 30 kiloqram kütləli sərbəst düşən cismin kinetik enerjisinin zamanla asılı qrafiki verilib. Bizə yerə dəyən andakı impuls lazımdır. Deməli, buna keçməmişdən qabaq belə bir şey deyim. Cisim həm kinetik enerjiyə, həm də potensial enerjiyə malik olur və bu malik olduğu enerjilərinin cəmini deyirlər tam enerji, yəni cismin ümumi enerjisi. Bizə burada kinetik enerji verilib. Gəlin kinetik enerjidən istifadə edək. Cisim hərəkəti zamanı məsələn aşağıdan yuxarıya doğru atılır və yaxud da yuxarıdan aşağıya doğru atılır. Müəyyən bir maksimum hündürlükdə olduqda, məsələn, hər hansı bir hündürlükdən sərbəst düşəndə, düşdüyü nöqtədə onun potensial enerjisi maksimum olur. Aşağı düşdükcə potensial enerji hündürlükdən asılı olduğuna görə, hündürlük yerdən səviyyə azaldığına görə potensial enerji azalır. Potensial enerji azalır, deyərsiniz enerji də azalır, tam enerji, amma əksinə. Enerji azalmır, bir növdən digər növə keçir. Yəni potensial enerji azaldıqca, enerji potensialla kinetik cəmi olduğuna görə potensial enerji azalır, kinetik enerji artır. Onların bir-birini kompensasiya edir, yəni cəmi yenə də tam enerjiyə bərabər. Yəni tam enerji dəyişmir. Sadəcə olaraq potensial enerji, kinetik potensiala çevrilir. Bu məlumat haqqında qısa məlumat verdim. Yəni enerji haqqında danışmaq uzun olar. Ondan naçizlik olmayın. Gəlin baxaq. Görürsünüz ki, bir cisim sərbəst düşəndə maksimum kinetik enerjini yerə çatan anda alacaq. Niyə? Çünki hündürlükdən səviyyə sıfır olacaq, yerə dəyən anda hündürlük sıfır oldu və kinetik enerji maksimum oldu. Deməli, kinetik enerji maksimumunda burada 2 saniyə. Deməli, sərbəst düşən cisim 2 saniyə yerə çatıb. Deməli, bizim zamanımız nəyə bərabərdir? T bərabərdir 2-yə. 2-yə. Bunu biləndən sonra biz sərbəst düşən cismin yerə dəyən andakı sürətini bilərik. Sürət nəyə bərabər olacaq? GT-yə. Onda belə çıxır ki, yerə çatan andakı sürəti 20-dir. 20 metr bölünmüş saniyədir. Onda bizim impulsumuz nəyə bərabərdir? MV-yə. Sadəcə olaraq burada bir şeyə diqqət edin. Həmişə misalları yazanda burada cavablarda kiloqram vurulsun metr bölü saniyədir. Sürətimiz metr bölünmüş saniyə ilə tapırıq. Amma kütləyə baxın qramla verilib. Ona görə onu kiloqrama çevirmək lazımdır. 1 kiloqramımız 1000 qram olduğuna görə qramı kiloqrama çevirmək üçün 1000-ə bölməliyik. Yəni belə olur ki, 0,3 kiloqram vurulsun 20. Buradan da belə çıxır ki, bizim impulsumuz nəyə bərabərdir? 20-ni vuranda 0,3-ə baxın. Bəzən görürəm ki, şagirdlər onluq kəsirləri natural ədədlərə vurmağı biraz çətinlik çəkirlər. Məsələn, 10-a, 100-ə, 1000-ə. Bax, bura baxın. 20-yə vurursan. 20-də neçə dənə 0 var? 1 dənə 0. Vergül 1 dənə 0 gəlsin qabağa. Olur 0,3. Vurulsun 2. Daha asandır. Oldu 0,6. Yəni, bəzən vurmaqda çətinlik çəkəndə, baxın, əgər ədədin də 0 varsa, natural ədədin də, yəni yazılışında 0 varsa, məsələn, 20-də 0 olduğuna görə 1 0 var. Yəni, bir dənə vergül qarşıya gətirir. Əgər 200-ə vursaydım, 2 dənə vergül qarşıya, sağa doğru gələcək. Yəni, burada da riyaziyyatdan bir qayda demiş oldum. Hər birinizə uğurlar arzulayıram. Belə maraqlı sualların gəlməyini istəyirsinizsə, sadəcə olaraq dəstək olmayınızı xahiş edirəm.